Herbaflora'nın baş sponsorluğu, Oba Marketlər şəbəkəsinin sponsorluğu ilə ləzzət axtarışında verilişi başladı. Gözəlliyə bax. Gözəlliyə baxın. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Səhər tezdən qalxmışam. Mirfazin çayından içirəm. Çünki bugün işlər var. Bugün gözəl yeməklər olacaq ləzzət axtarışında. Bugün biz gedirik Balakənin Salban kəndinə, o gözəl eşitdiyiniz kimi o yeməkləri sizə göstərməyə, daddırmağa, o gözəllikləri sizə seyr elətdirməyə, o meşəlik, o cənnət məkan. Hamı səsmə nə oldu ya? Buradayım. Narahat olma. Qoymayın. Qoymayın. Amandır, müşfiq getdi Balakənə, siz qaldınız. Mənsiz hara gedirsən? Özə Balakənə. Deyir, yenə bir nəğmə yazmışam sənə mən. Səni gidlər diyarısan Balakən. Səni gidlər diyarısan Balakən. Balakən, can Balakən, can Balakən. Balakən, can Balakən, can Balakən. Bugün Balakəndəyik. Salban kəndinə gedirik, yavaş-yavaş yola düşəcəyik. Mirfazin çayını içə-içə. Bu çay mütləq yanımızda olmalıdır, çünki Balakəndə ağır yeməklərdən dadacağıq. Ay atanana, mən bu oğlan həmkarlarımız ki var, onlar bir qırağa. Bu qızlar əl çəkmirlər, bu nə qədər yiyirsiniz siz? Sən idmanla məşğul olmursan az? Nə olsun, elə bütün günü. İdmandan sonra içilən çay nə olur? Mirfazin, qoy mənə çayımı götürüm. Bizim ləzzət axtarışında verişimizin baş sponsoru Herbaflora'dır. Mən sənə deyim, deyirsən, sən idmanla məşğul olmursan. İdmana getmədiyim günlər ki var. Məsələn, bu günləri indi imkanım yoxdur idmana getmək. Mənim köməyimə bax, bu çaylar çatır. Allah. Herbaflora. Aparıcımız, gözəl aktrisamız Aygün xanımla baxacaq o yeməklərin dadına. İlk baxışda hamı deyər ki, Aygün arıqdır. Amma Aygünün yeməyin görəsiz. Dayanmır. Bax, biz Balakənə gələnə qədər çörək arasında kalbasa, pendir, göy qutabı, ət qutabı, göy qutabı, kalbasa, pendir, çörək arası, nə bilim. Amma hamısından yeyib. Mən də elə yeyənləri əslində axtarıram. Çünki o yemək də bir istedad deyə sənə deyim. Bir məsələ var da, indi yediklərimizi sadaladın. Amma biz indi Salban kəndində nə yeyəcəyik? İndi yağlı, ağır yeməklər yeyəcəyik də, xəmir xörəkləri xüsusən də. Mənə çox maraqlıdır ki, bu insanlar bu yeməklərdən gündəlik istifadə edirlər, amma necə olur ki, onlar sağlam və gözəl qalırlar? Onu indi biləcəyik. İndi onu araşdıracağıq. Özdə gedəcəyimiz bugünkü ailədə sırf avar mətbəxinin dadına baxacağıq. Avarların möhtəşəm rəqsləri də olur. Möhtəşəm də yeməklər olur. Məncə yavaş-yavaş tərpənək. Sən bu vəziyyətdən necə çıxırsan? Mən çıxacam çıxmağına, səni bilmirəm. Yavaş-yavaş tərpənək. Tərpənək. Getdi. Yolcu yolda gələk. Getdi. Şəhər çox gözəldir. Çox təmizdir. Bugün hava da superdir. Möhtəşəmdir. Dağın ətəyindəyik. Dağın başı qar, amma ətək günəşdir. Avar xəngəli yemisən, Aygün? Mən Balakəndə çox olmuşam, amma avar xəngəlinə yalan deyim, yeməmişəm. İlk dəfə olacaq dadacam avar xəngəlini, yəni ilk dəfə. Avar xəngəlini mən də ilk dəfə dadacağam. Mənə çox maraqlıdır, belə həyəcanlıyam. Mənə də çox maraqlıdır. Gürcü xəngəlinə qətiyyən oxşamır. Oxşamır, çox fərqli dadı var da. Bunların xüsusi yeməkləri var, xüsusi mətbəxləri var ki, bax, o mətbəxi indi biz dadacağıq. Gedirik. Salban kəndinə az qalıb. Ləzzət axtarışındayıq.
çəmən çəmən zar, hər gülün ətri gəlir. Bu güllərdən Bakəndə, bu güllərdən Balakəndə, yar səninci, dərərəm, dərərəm. Kulağasın siz mənə, bir şeyə dedim nə. Bizim şərəfimizdədir ha, Aygün. Kulağasın siz mənə, bir şeyə dedim nə. Müşfiq müəllimin kollektivi, xoş gəlib Balakənə. Müşfiq müəllimin kollektivi, xoş gəlib Balakənə. Şərqin qapısı, biri qərbin qapısı, tanıdıb adımızı, Azərbaycan Dağıstan. Tanıdıb adımızı, Azərbaycan Dağıstan. Dağların əzəmətli, üzlərin bərəkətli, Azərbaycan Dağıstan. Keçib hər bir sınaqdan, Azərbaycan Dağıstan. Tambur mənə gəldi, parmaqla telə gəldi. Tambur mənə gəldi, parmaqla telə gəldi. Bu gözəl verilişi görüb, sənətkar dilə gəldi. Bu gözəl verilişi görüb, sənətkar dilə gəldi. Avarların adətləri, heyran edəcək sizləri. O qədər var igidləri, Zakatala Balakəndə. O qədər var igidləri, Zakatala Balakəndə. Bir ümruya çaxı xisule buldum, Saburay agaray muntaraldasan, Regexlik aray bir koçoneygo, Qarçanal dur beral himaraldasan, Qarçanal dur beral himaraldasan. Hey! Hada pahiz ol ikhbat khanigin, diye durdum eyla umru ganbize, agar khiyal çıkha çalun sunigin, munkhira şarab rakhiri filaro, munkhira şarab rakhiri filaro. Hey, rekhi aray ki kochoneigo, Qarçanal dur beral himaraldasan, Qarçanal dur beral himaraldasan. Kimi gelmedi hoş geldin, bu yerlere hoş geldin. Kimi gelmedi hoş geldin, bu yerlere hoş geldin. Müşfiq kardeş Balakənə, dostlarıyla hoş geldin. Bakıdan gelen qonaqlar, Balakənə hoş geldin. Benim en çok sevdiğim yemek. Bir dənə Necəsiz tox adam bizə ay rast gözəl gəlmədi. qızlar. Bir dənə tox adam rast gəlmədi. Ne gözəlsiz, ne gözəlliyə Necəsiz? bak, gözəlliyə bak. Bak, Necəsiz bak, bibilər? qızlara gözəlliyinə bak. Aygün Fatıma xanımı bir dəfə öz həyətlərinə çəkmişik. Bizim bir turizm layihəmiz var idi, Turbaz.
yadınızdadır da. Orada da bizimsi ondan bişirmişdik. Ama yadımda İndi bacıdılar da, bacısının İndi evində. bacısı gildəyik. İndi bacısının İndi evində. başlı gidəsiz. O vaxtda ona bal qatmışdınız yoxsa yox? Mən elə Bal Bal qatılır. yeyəndə mürəbbə ilə birlikdə yemişdim o vaxtı. mürəbbə ilə. Hə, indi Bu dəfə balla ilə. İndi balla yeyirsiniz Mən nə sonra. vaxt yeyəcəm ay Allah, ürəyim İndi batdı. hələ yox, sonra. Hələ Sonra- sonra yeyəcəm. Xoş gəlmisiniz. Bax. Həmişə Çox sağ ol. Balakənə gələrsiniz. Hə, qoy da salam Sizin olsun. gəlişinizə biz çox şad oluruq. Çox sağ olun. Bizim Balakənimiz çox qonaq Sərvərdir. sərvərdir. Yəni, ən ləzzətli xörəyimiz maxaradır. Ən asan, ən tez əmələ gələn xörəkdir. Sac maxara köz üstə. Qonaq yeri göz üstə. Bax işte. Bax, bax. Çaydan söz üstə. Ay mənim gözəl Balakənim. Altı tuvun ləçəyi, Balakənin göyçəyi, yaşıllıq məkanı olan ay gözəl mənim Qabaqçölüm. Salvanım da maral gəzən Zalban şəhəri, kəndi. Can, buna bax, hər yan dağ, meşə, maşallah olsun. Gözəllik, həyatın gözəlliyinə baxır. Rüşvik deyir ki, tüstü həmişə gözəl qızların üstünə gəlir deyir. Mən də. Mənə bax, sən onu özünə götürdün. Bəli, üçümüz də gözəllik. Üçümüzün də üstünə gəlir. Bax gözümdən yaş gəlir. Pəncərədən ederiz. daş gəlir. Xumar gözdən yaş Yaş gəlir. gəlir. Ay camaat, ay qonaqlar, məclisimizə maxara gəlir. Birinci maxaradan başlayırıq. Belə eləyirsən, bax, bax, bax. O elə olurdu, ha, ona bax, ona bax, ona bax. Getdi, axdı. Bu hələ bir ki, nəsə buna bir şad xəbər veriblər, ürəyi yedi. Bu belə şey olar. Belə olur da qulaqları olur maxara. Bax, onda da elədir, bax, belə gəlir. Yox da buna bax. Bir dənə bana bax, incə-incə gör necə yayılıblar hər tərəfə. Buna bax, sən İndi sən. o birisini elə eləyəcəm, ha. Buna bax. Elə eləyəcəm. O birisini elə Bunu eləyəcəm. elədiyinə bax. Nə niyyətlə onu ora atdınsa götürəmirlər ya. Bu kartoşkadır. Yağlayır da qıram. Bu kartoşka ilə yağlayırsınız. Aha. Bismillahirrahmanirrahim. Bir damcı ortaya tökülür. Kim yesə halal olsun. Amin. Qəşəng. Görürsən bu gör necə oldu. Qəşəng. İndi ondan biz hazır vardı, ondan yeyə bilərik də bir. İndi mən də buradan bax belə bir şey deyirəm. Hələ belə maxara yeməmişdim. Doğrudan sən? Vallahi. Ha, indi bunu birənsə qatlayırıq da düzdür belə. Ballı maxara, Balakəndə, Salban kəndində. Ləzzət axtarışında nuş elədik. Oo. Bu nə Yemişdin ya? heç belə. Həm şirindir, həm yağlıdır. İstər-istəməz xolesterolu qaldıracaq da, yox. Nə edirsən? Bizim qəşəng mirfazin çayımız var. Bax, bunu nə edirsiniz? Bax, adətən belə yağlı yeməklər yeyəndən sonra istər-istəməz qanda xolesterolun səviyyəsi qalxır. Bax, onu tənzimləmək üçün bizim mirfazin çayı, ay sağ ol, mirfazin çayından bax belə içmək lazımdır. Aygün bunu diyabeti olmayan adamlar da içə bilər. Bəli, təbii ki. Yəni, Mən deyirəm də, mən sənə deyirəm ki, ən azı məsələn, mən diabet idmana riski ola getmədiyim bilər. müddətlərdə də, bax belə qarışıq yeməklər yeyəndə mənə bir balaca təsir edir. Amma mütləq şəkildə Herbafloranın mirfazin çayından istifadə edirəm. Ümumiyyətlə, mənim demək olar ki, yolsuzluq yoldaşım da hər zaman yanımda olur, olmazsa olmazımdır. Həm həzmi yaxşılaşdırır, həm böyrəklərin funksiyasını yaxşılaşdırır, rahatlaşdırır. Necə ki, bəzən deyirik ya, ay ağzım quru oldu, ay susuzluğum yarandı bax. Bir çay istəyir. Çarəsi. Bir-iki dəqiqə gözləyirsən, dəm alır. Ha. Gətir. Bu iki gözəl qızımıza, iki gözəl xanım Çaylar xatına. çox ya içində, Çox tək gözəl mirfazin deyil. çaylardır, möhtəşəmdir. Yəni tək mirfazin deyil, yəni bir çox növləri var, bir çox Böyrək çeşidləri üçün, var, mədə namələr üçün, immuniteti Hər şey, qaldırmaq hər şey. üçün Hər şey. cürbəcür çaylardır ver. Maşallah. Biri bizim gözəlimizə,
Bu da bizim digər gözəlimizə. Belə xeyirli Nuş olsun. günlərdə istifadə eləyəsiniz. Nuş olsun. Gündəlik üçün ha xanımlar. Sağ olun. Sağ Teşekkür olun. ederim. Sağ olun. Siz sağ olun. Burada çox qəşəng bir dənə yemək bişir deyəsən. Bibican bu nədir? Nədir? Bağırsak dolması. Bağırsaq dolmasıdır. Bu bağırsağa bükülür. İçində nə var? Ət, Bağırsaq içalatı da. içalatı, hə, bağırsağın içalatı. Bu da sadə xəmirdir. Hə, sadə Bildiyimiz duz, su, un, xəmir yoğurmuşuq. Bunu belə qəşəng kündələrə ayırmışıq, belə çıxılı-çıxılı bükmüşük. Düşbərək Amma bu kimidir də başqa bu. cür daxı. Bu nədir? Bax, mənə bax. Hə, bunu belə elədi. Ha, bir dənə göstərin. Ha, belə. Dudum. Bunu bilsən də. Nədir bunun adı? Dudum. 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 Boğazda bilməzsən. İndi bibinin hazırladığı dudum Hə, yeməyidir. baba, oldu hə məndə. Abarların yeməyidir bu da bibi. Hə, bax. Deməli bu yemək deyəsən uzun müddətdir. Çox vaxtı qışda eləyirlər. Qışda eləyirlər. Yəni amma gündəlik mətbəxinizdə istifadə olunmur da. Belə İstəyən eləyir, İstəyən eləyir, bayramda, seyramda. Tez-tez eləyir. İndi soyuqlara yedirir onsuz da. Yeyilən vaxtıdır elə. soğandağı qızartmışsınız, su, içində lobiya var. Bağırsaqdan başqa da ət olmur da içində. Yox, Başqa yox, ancaq içalat. başqa ət vurulmur. Ət olur, ət istəyən də olur, istəməyən də salsa da olur, salmasa da olur. Bunu- Bunu qıraqda salmışam mən, o da çoxu içində istəmir. Bu nədir tapırsan? Qaragiləyə bax, gəlmişəm otağına, oyadam səni. Qaragilə oyadam səni. Ne. Maraqlı bilsən nədir? Nə tapdıq yeyirik. Qaragilə. Nə tapdıq yeyirik, bilmir ya. Zəhərlənərik. Nəsə olar birdən bizə. Bəlkə bu aparaq bunu yuyaq bir yeyək. Müşfiq gəl. Nə tapdıq yeyir ya. Allah özü xeyir eləsin. Gözəldir, ilahi. Bir damcı duz tökəyi gəlin, bir damcı duz tökəyi gəlin. Gözləmədiyi hazır olsun. Ha, bağırsaqda tökmüblər hələ bu Ay, lobiyanı. gəlir. Boş-boşuna yeyir bu lobiyanı. Tök. İndi nə qədər vaxta hazır olacaq bu? Xəmir bişsin. 5 dəqiqə hazır. Dudum supumuz bişənə qədər bu gözəl sənətkarlardan bir dənə qəşəng. Vay! Nizamidir mənim adam, ağzımda qalıb dadım. Balakəndə məşhurdur qardaş, burada bişən odudum. Balakəndə məşhurdur, burada bişən odudum. Oh, canıma, canlara dərmanama, canlara dərmanama. Ocağı qalayıram, düşmənləri dalayıram. Sizin gözəl verilişə, ay dostum, uzun ömür arzuluyuram. Sizin gözəl bu verilişə, uzun ömür arzuluyuram. Ah can aman, can size kurban aman, canımız. Hey! Bravo! Tanış olaq da bir sizlə. Mənim
Balakənin tambur ustadı Nizami Qabaxov 40 illik fəaliyyətim var bu sənətdə. Ay Bütün maşallah. dövlət tədbirlərində, məclislərdə, Qardalı iməclisində, Yundidən iməclərin hər birisində iştirak eləyirik. Yundidən iməcliklərini. Yundidən İməclik olurdu, o vaxtları olurdu. ellikcən hamısı. Bəli. İndi şənliklər olur, gözəl şənliklərdə iştirak edirik. Bu alət Zaqatala Balakəndə çox sevilir. Bu alət. Bu Tambur. tambur deyir. Tambur. Ağacdakı almadı, alma yerdə qalmadı. Əlimdəki bu tambur Dədə Qorquddan qalmadı. Bəh, bəh. Dədə Ay, Qorquddan maşallah. üzüb bu yana 100 illiklərlə bu tambur burada bizim babalarımız, onların babalarından bu iş gəlir üzü bu yana. Bir dənə də bir şey var. Deməli Nizam dayı deyəsəm bu tamburda saz səsi də çıxarda bilir. Bəli, sivri alətdir. Ay 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 ay. İnsan torpağın davasıdır. Baxma yenə analar yanasıdır. Nasıl tambur çalırım, ama saz havasıdır. Süper. Əla. Bir dənə sual verin. Gelin gelin mən də Dalınca, yeri gəlim mən də dalınca. Dəsmal elə apar məni yanınca. Dəsmal elə apar məni yanınca. Balam yanınca. Göğüzü bulanıbdı qardaşım, sahələr sulanıbdı qardaşım. Əlimdəki alət sazdan əvvəl yaranıbdı. Bir ne? Əla, möhtəşəm. Müşü, burada bizim gözəl geyimli bir xanımımız var. Deməli, bu avarların milli geyimidir. Geyinibdir. İndi toylara falan gələndə bu geyimlərdən geyinirsiniz heç? Bəli, həm toya, həm festivallara Gedirsiniz bu geyimdə. Rəşada 2 dəfə iştirak eləmişik Xaraböbü Ay, festivalında. nə gözəl. Əsas böyük festivallarda iştirak edirik. Ay, Bu kollektiv. Bibican, Dadlısınız. sup hazırdır, dumdum. Yox, nə idi o? Ben ağzım. Dumdum. Nə? Dudum. Ha, dudum. Tez Dudum. deməlisən. Dudum. Dudum. Bibi, dudum hazırdır. Dudum. Dudum. Oo. Göre bir tane bunun dadına terdi. Aha, bu sam bu imkan vermir ya. Deyir yeməyin dadı kimin əlindən bilinir? Duz tökənin. Duzunu kim kəşf elədi mən? Dedim, Ha. duzunu ay gəlin əlavə elə. Bax, 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 bax. Qəşəngdir. Qoymam bir daha bunu belə. Dəhşət bir şeydir də. Ha sen özün var geri de bu da bu. Aa, bəs mehribançılıq nə qəbə, nə oldu yaxşı? Nətərdir? Qırğın? Duzunu mən demişəm. Qırğındır. Canım mən də baxım dadına görüm. Ay, şu an çox qəşəngdir. İnan çox qəşəngdir. Bir bunun içine kartuşka da dövmək olar. Yox, yox. Bağırsağın da dadına baxa. Bəh, necə ləzzətlidir, avar dilində necə deyirlər? Şef zoru bu, belki bu. Şep zoru bu. Güzel. Ha, bir də qoy bunu tam yeyeyim. Bağırsağın içində biraz turş məsələ nəsə, nar dadı yoxdur. Turşu da var ha. Turşu, soğan, suyu, toxumu. İsteyen etle karıştır, istemeyen etsiz de değil. Bibi. Şep zer bu. Sonra. Değil mi?
Çox dadlı. Oh. Oo, çox, çox. Çox dadlı da sözdür. Yerdə istəmə elə deyil. Böyle qəşəng gör. Oh. Şef zuru bu, xiki bu. Xahiş edirəm bizim bir dənə qaba Müthiş. bizim operatorsun süzərsiz də. Onun gözü onun gözü pisdir. O bu dəqiqə ağzının olma. suyu yaxasına tökülür. Can Loğman gel dizdirin belə qaşıqla gəl. Belə yeməyəcək, belə yeməyəcək o. Gəl bura, gəl. O iştahla onun üstünə ora girəcək onun üçün. Gəl. Aha, götürdü. Ah, götür yetdi. Ana, Ora, kasa qarışıq getdi. ora. Oy. Gəldi, həmin an çatdı. Bəli. Avarski xəngəl. O məşhur dadını bilmədiyimiz, təbii ki, çoxlarının da xəbəri var yəqin ki, amma bizim dadını bilmədiyimiz xəngəli indi görəcəyik. Bəh, 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 bəh. Gəl. Bir xəngəl hazırdır. Qaxac əti ilə hazırlanır bu xəngəl. Hə. Qaxac ətinə, Qaxac qovulmuş ətinə. ətlə. Bu qaxac əti də bu inəyin, dananın bel hissəsindən deməli götürülür. Bu inəyin bel hissəsi çox dadlı olur da. Ona görə də sırf o hissədən götürürlər, hə bibi? Götürür onu qurudurlar qəşəng. Özü baha olur bildiyim qədər. Deyirlər ki, Bizə nə 3 qədər kilodan əziyyət çəkirlər 1 kiloda ona. çıxır belə. 3 kilodan 1 kiloya çıxır. Sonra onu qəşəng duzlayıb istiyotduyurlar. Onu belə qəşəng o evlərin altında, yəni xüsusi otaqlarda belə qurudurlar, belə ipə asırlar onu. Belə asılır, təndirdə də eləyirlər. Həmdə də eləyirlər. Demək bu qızımız bişirəcək. Sən demək bu xəngəlin hətta mahnısı da var. Hə. Bu xəngəlin. Hə. Bu Avarski xəngəlin mahnısı da var. Elə onu birazdan elə təqdim eləyəndə Sırf avar xəngəlinə yazmış bir də mahnım var. Özüm yazmışam. özü. Özü yazır. Yeməyi. Oo, qəşəng. O qədər yəqin ki dadlı yeməkdir ki bu. Hətta ona mahnı da yazıb. Xəngəli olar qaxajla yemək. Quru dolma ilə yemək, bağırsaq dolması ilə. Təzə ətlə də yemək olur. Toyuq əti ilə də yemək olur. Yəni ki, fərq yoxdur. Ya da ki, sadəcə xəngəl ətsiz yemək istəyirsənsə, nədir? Pendirlə. Pendirlə. Mənə bax. Körəyə sən indi bilməyəcəm o haran xəngəli olacaq. Sən can qoy bizə avar xəngəlini yeyək. Xəngəlin mahnısı. Bitse avaret, bukilun suniya çiçek, dişi duye harize, avaşkı xinkal minkal, dişi duye harize, avaşkı xinkal minkal. Nun конкретно ваху будир буду. Диеро туруду маару хинкал. Соба харабашки тади дулюнги. Yediye eylaan hafsa ataldı. Soba harabaki tadı dulungi. Yediye eylaan hafsa ataldı. Diego Churudu Awarski Hinkal. Diego Churudu Maaru Hinkal. Diego Churudu Maaru Hinkal. Diego Churudu Maaru Hinkal. Bravo! Bravo! Süper, süper. Bundan qalın eləyirəm mən. Hə, böyük olmalıdır. Bu qalın olmalıdır. Elə olur ki, mən Ay gəlin qarışdır, ay gəlin qarışdır. belə bişirirəm, bu boyda qalmaqda. Sonra bişir onun içi. Hə.
Ötsə də. Bişmə prosesini göstərəcək. Güdmək lazımdır. Ha, güdmək lazımdır. Bunu Çox pişsə içi qaralır da ki. güdmək lazımdır. Çox bişsə qaralacaq. Güdmək lazımdır onu mütləq. Ha. Xinkalı. O nətər güdürüyor onu? Nə deyirsən? Xingalı güdürəm. Elə güdürəm demədi ki, Nə deyir? başının üstündə dayanırsan qazanın ki, bişmə vaxtını gözləyəsən. Demədilər ki, gizlən güd. Allahım. Ha, elə güdməcəyir, amma nə bir yarım saatda qalmışam ağzının dalına ya, sən... Gəldik Oba Marketlər şəbəkəsinin növbəti bir filialına. Azərbaycanımızın hansı bölgəsində, hansı nöqtəsində olsaq, bazarlığımızı Oba Marketdən edirik. Niyə? Çünki Oba qənaətin məkanıdır. Getdik. Getdik. Tələsmə, daha gün bir dəqiqə gözlə də, qardaş, bura zəhmət olmasın, bura vurun. Birinci mən göstərəm. Elə həmişə Kəşbək sənin yeri bir dəqiqə, xahiş edirəm. Bir dəqiqə, qardaş, bura burada xahiş edirəm də. Səbirli olun. Sizin operator sizdən əvvəl tətbiqi vurdu, qaçdı. Hara qaçdı? Çölə. Lohma! Oba tətbiqini yüklə, Kəşbək qazan. Bazarı da hardan edirsiniz? Bax bu gözəl bu. Ərzaqları. Ha, Hardan ərzaqları. almışsınız bu ərzaqları? Ərzaqlar almışıq Oba marketimizdən. Bəli. Oba Marketdən. Bəli. Aha. Bəs bibi siz hardan alıb verirsiniz? Bax evin bütün o lazım olan ərzaqlarını oradan alırsınız. Ay, o endirimlərdən xəbəriniz olur da, hə, istifadə edirsiniz endirimlərdən. Bilirsiniz də bax, hətta alış-veriş eləyərkən telefonunuza cashback də gəlir, əlavə faizi yüklənir. Bilirsiniz Var də. baba, deyir məndə var. Sinter. Var, telefonda proqram var mənim. O tətbiqi yükləmisiniz? Bəli, yükləmişəm. O cashback zad gəlir. Hər şey gəlir. Gəlir. Mən istifadə edirəm. Aşağı. Bizim obamızdan Balakən obamıza hədiyyələr var. Bibican, bu sizin. Sağlıqla istifadə eləyəsiniz. Bu sizin. Bax, nə gözəl Gələndə olsun. bazarlığı da oradan elədik. Obadan elədik. Bunu da veririk. Fatimat bibimizə şadlıqlara işlədəsiniz bibican. Ay bibi, bax, oba sənin üçün qəşəng yuyucu vasitələrini göndəribdi. Gör necə gözəl, təmiz, qoxulu. Oba qənaətin məkanıdır. Obadan alış-verişə davam. Deşməliyik belə. Əlbəl həmən deşin. Niyə deşirsiniz? Havası çıxmalıdır. Havası çıxmayanda nə olur ki? Xarab olur. Ayda nə qəribədir. Tez ol, tez ol, tez ol. Qaxac. Qaxac, Baxım ona. qaxac. Qaxac var, quru dolma var. Mənə qaxac ver, mənə qaxac. Mənə. Deməli bu zülmü. Qaxac budur, bax. Baba bu qəşəng gör, kababı da olur. Qoyursan xəncəli. Biz onu elə yemirik. Hə, necə Mənə yeyirik? göstərim. Ha, necə yeyirsiniz? Bir dənə göstərin zəhmət olmasa. Bir dənə belə. Qoydum. Aha. İstədiyimiz bundan götürürük bir dənəsini. Ya da Mən buzdan. götürdük. Fərq yox. Hə. Deməli bu sarımsaqlı, tomatlı sosdur. Sarımsaqlı tomatlı sos. Bəli. Qoyuruq Üstünə, yanına. yanına. Bəli. İstəyiriksə, bu da nədir? Qaymaqdır. Qaymaq. Da olar, mayonez də olar. Bu da sarımsaqlıdır. İndi biz bunu necə edirik? Baxın. Batırırıq. Sonra bu beşinə batırıb yeyirik. Bir-bir. Əti də Olmaz, ayrı. ikisini də qatırın. Əti də ayrı. Sonra da bax ikisini də qatışdırıb. Ha belə. Tamam, bunu Bəli. belə. Deməli belə. Bunu qoyduq bura. Bəli. Sonra bundan da götürdük, Bəli. qoyduq bura. Ha? Bəli, bəli. Çəngəl. Yaxşı, mən bunu indi Ortadan buna belə.
Birinci bunu belə yeyirik. Sonra buna batırırıq. İkisindən. Düz yeyirəm. Bəli. Sonra da bu qaxacdan. Dalayacaq. Qaxacı da sonra buna batırırıq. Onlar da olmaz da, hə? İstədiyiniz. Qaxacdan nə qəşəng daddır da. Çok tatlı olan, görüşər. Nə gözəl qoxusu var. Bu oldu Avarski xınqal. İndi burada nə çatmır, səncə tapsan? Nə satmır? Mirfazin çayı çatmır. Çünki biz bayaqdan xəmir xörəkləri yeyirik və bu dəqiqə qanda xolesterol səviyyəsi, glukozamız qalxıbdır. Bunları o çaydan içəcək deyənə Rahat bir şəkildə yeyə bilərik, yəni. Həzm prosesini sürətləndirən o qədər gözəl çayları var ki, onsuz da. Bu bağırsaqda. Gözəldir. Süperdir. Sən yeyirsən. Süper. Bunlara bax. Ay sizi. Ay sizi. Dayanamıram. Axırda yeyəsiz, narahat olmayın da. رتل بوقه بيونير رتل دار أذي جراي الجنة الحور وعين حسدو ده بيت لزي ليلة رشدية إذنه أحول بسر دور بوقه دخصدو لبرك بوقه رفع دور صورة بوقه سبب دور خدا بوقه Neydi yemeğin adı? Şor qaynatması. Nədir onun tərkibi? Yağdır, yumurtadır, şordur. Amma şoru bir neçə gün saxlayırsınız deyəsən. Elə bil ki, bir neçə günün şorunu tökürlər yeməyin içinə. Aha. Yağ, yumurta, şor bir-birinə qarışdırırlar. Şoru dəyməyə qoyuruq da biz dəyməyə. Şor dəysin və sonra. Ha, soda da. Soda da qatırsan. Ha, soda qatırsan. Niyə şişmək üçün? Soda da. Şişmək üçün. İndi bu şişəcək axır da. Nə? Şişəcək bu. Yox. Mən sizə deyim bu şişənə qədər biz özümüz şişəcəyik ya. Yox, bu belə dartmalıdır. Dartılır o axırda. Doğrudan? Anəma rezin kimi. Hə, maraqlıdır. Qoy baxaq görə axırda necə olurmuş. İndi qaynayasın. Aha, maraqlıdır ki, axırda necə olacaq. Amma qəndən maraqlıdır. Mikrofon da əlimdədir sən. Qarışdırıb bir mikrofonu batıracağım, oraya yeyəcəm. Burada elə yerində baxaq. Nəfəs alamıram ha. Ah, deməli bunu batırırıq bura belə. Doğrudan külək kimidir ya. O da ağzımda külək oldu. Bunun dadı budur da. Qəşəngdir. Soyana məsələn kəsib. Məsələn, bu səhər ən çox yeyilir də. Doyumluq yeməkdir, doyuzdurur adamı. Çox qəşəng, maraqlıdır. Birinci dəfədir belə şey görürəm.
Yanar qızlar, yo. Mənə çox xoşuma gəldi. Kənd yumurtası ilə dözün. Şor. Bunun çox danışan adamın ağzına birdən-birə at. Hop, yapışacaq danışamayacaqsan. Aman, çox qəşəngdir. Sapsarı kənd yumurtası ilə. Bax. Şirin dili damağı yapışır, vermə ona. Herbafloranın baş sponsorluğu, Oba Marketlər şəbəkəsinin sponsorluğu ilə ləzzət axtarışında verilişi bitdi.